ABŞ-ın bütün hərəkətləri İrana hərbi müdaxilə üçün bəhanə yaratmağa yönəlib. Lakin Vaşinqton uğursuz olacaq. Bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb. ABŞ-ın İrana qarşı fantaziyaları və siyasəti rejim dəyişikliyinə əsaslanır. Sanksiyalar, təhdidlər, mütəşəkkil ixtişaşlar və xaos hərbi müdaxilə üçün bəhanə yaratmaq vasitəsi kimi istifadə olunur. Bu ssenari artıq dəfələrlə uğursuz olub, deyə bəyanatda qeyd edilib. Ukrayna dronları Xəzər boru kəməri konsorsiumundan Qazaxstan xam neftini yükləməyə gedən 2 neft tankerini Qara dənizdə Novorossiysk yaxınlığında vurub. Hər iki gəmi Yunanıstan tərəfindən idarə olunur və boş idi. Qətər, ABŞ-a məxsus hərbi bazadan hərbi personalın təxliyə edilməsi ilə bağlı mediada yayılan məlumatları təsdiqləyib. Qətərin beynəlxalq media ofisi bildirib ki, bu cür tədbirlər mövcud regional gərginliklərə cavab olaraq həyata keçirilir. ABŞ-ın İraqdakı bazalarından qeyri-vacib işçiləri təxliyə edilib. Körfəz dövlətləri İsrail və ABŞ üçün İrana zərbələr zamanı öz hava məkanlarından istifadəyə icazə verməyəcəklərini bəyan ediblər. Bu barədə Reuters məlumat yayıb. Həmçinin Sepah ən yüksək hazırlıq səviyyəsinə gətirilib. ABŞ öz vətəndaşlarına İranı təcili tərk etmələri barədə xəbərdarlıq edib. Bu barədə Ağ Ev məlumat yayıb. ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər. Təhlükəsizdirsə, quru yolla Türkiyəyə və ya Ermənistana getməyi düşünün, deyə bildirilib. Qeyd edək ki, ötən gün ABŞ Dövlət Departamenti də bənzər çağırış etmişdi. Bir qədər əvvəl ABŞ prezidenti Donald Trump da vətəndaşları təcili İranı tərk etməyə səsləyib. O, həmçinin etirazçıları dəstəklədiyini bildirmiş və onların öldürülməsinə davam ediləcəyi halda Tehrana qarşı tədbir görəcəyini demişdi. İsrail ABŞ-ı İrana qarşı münaqişəyə sürükləməyə cəhd göstərir. Bu barədə İranın Xarici İşlər Naziri Abbas Araqçı yazıb. İsrail həmişə ABŞ-ı onun tərəfini tutmağa və müharibələrə cəlb etməyə çalışıb. Lakin bu dəfə adətən pərdə arxasında deyilənləri açıq şəkildə ifadə edirlər. Küçələrimizdə qan axıtdığımız bir vaxtda İsrail nümayəndələri fəxrlə bildirirlər ki, etirazçılar döyüş silahları ilə silahlandırılıb və bu da yüzlərlə ölümün səbəbidir. Prezident Trump artıq qətllərin qarşısını almaq üçün hara və necə müdaxilə etməli olduğunu dəqiq bilməlidir, deyə Araqçı vurğulayıb. Nazirin paylaşımına İsrailli jurnalist Tamir Morag'ın şərhi də əlavə olunub. Həmin paylaşımda Morag xarici qüvvələrin İran etirazçılarını odlu silahlarla təmin etdiyini yazıb. Tehran Vaşinqtonun İrana hücum edəcəyi təqdirdə ABŞ-ın region ölkələrindəki hərbi bazalarına zərbələr endirəcəyi barədə xəbərdarlıq edib. Bu barədə Reuters-ə İranın yüksək vəzifəli rəsmisi deyib. Tehran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə qədər regional ölkələrə bildirib ki, ABŞ İranı hədəf alacağı təqdirdə həmin ölkələrdəki ABŞ bazaları hədəfə alınacaq, deyə rəsmi bildirib. ABŞ prezidenti Donald Trump Qrenlandiya ətrafındakı strateji suların Rusiya və Çin tərəfindən işğal edildiyini iddia edərək Danimarka və NATO-nu kəskin tənqid edib. Trump paylaşım edərək hər iki rəqib dövlətin hərbi qüvvələrinin adaya bitişik sularda mövcudluğunu artırmasına reaksiya verib. O, Danimarkanın bu təhdidin qarşısını almaqda aciz olduğunu vurğulayaraq NATO-ya müraciət edib. Danimarkaya deyin ki, onları indi buradan çıxarsın. Bunu iki it hizeyi ilə etmək mümkün deyil. Bunu yalnız ABŞ edə bilər. Prezident həmçinin Just News nəşrinin Danimarka hərbi kəşfiyyatının hesabatına istinad edərək hazırladığı məqalənin linkini də paylaşıb. Həmin məqalədə Rusiya və Çinin Arktikada hərbi mövcudluğunu gücləndirmək üçün gizli planlar qurduğu iddia edilir. Xatırladaq ki, 2026-cı ilin yanvar ayının əvvəlindən Donald Trump Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün həyati əhəmiyyətli olduğunu dilə gətirərək adanın xoşluqla və ya çətin yolla əldə ediləcəyini söyləmişdi. İranın Xarici İşlər Naziri Abbas Əraqçı Livanın Əl-Manar kanalına açıqlamasında bildirib ki, ABŞ və İsrailin hava hücumları nəticəsində bəzi nüvə obyektləri zədələnib. Ancaq İranın nüvə texnologiyası və elmi biliyi məhv edilə bilməz. Əraqçı vurğulayıb ki, hazırda zədələnmiş nüvə obyektlərini bərpa etmək üçün təcili plan yoxdur və təmir yalnız bütün təhlükəsizlik təhdidləri aradan qalxandan sonra başlanacaq. Nazir qeyd edib ki, raket potensialı müharibə zamanı ciddi şəkildə zədələnməyib. Onun sözlərinə görə İran öz zəif və güclü tərəflərini dəyərləndirib
və hərbi baxımdan özünü müdafiəyə tam hazır hiss edir. Rakçı bildirib ki, hərbi hazırlıq müharibə istəmək deyil, ancaq savaşın qarşısını almaq üçün tam hazır olmaq deməkdir.